Allah köməyin olsun. Bir də qardaşın səndən xahiş edir ki, burada nə pis yazılar var, onları görməzdən gəl. Özü elə apar ki, göz sürətlə gedir, görmürsən onları. Heç fikir vermirəm də Çünki sağ bilsən ol. necədir? Ay Füzuli. Adam Hadi. hirsləndikcə hirslənir. Hirslənir. Sonra ayrılırsan ki, mən qızışdım, canlı yayım getdi. Bəli. Ona görə vecib alma. Yox, o kim nə deyir? Ya qoy desinlər. Boş ver geçsin. Neynə desinlər? Allah hamısını görür. Əlbəttə. Bəli, qurban olma Allah. Allah hamısını görür. Bəli. Allah hamıya kömək olsun biz də onun içində. Bəli qardaş. Bax 570 adam var burada. Bu 570 adamın indi ola bilər. Sağ ol Ozan. Ozan çox sağ ol gözəl qardaş. Sağ ol. Ozan çox sağ ol. Allah əvəzin versin qardaş. Əlindən ayağından öpürəm. Çox sağ ol. Mənim qardaşıma dəstək olursan çox sağ ol. Öpürəm qardaş. Sağ olsun. Zerzen çox sağ ol qardaşım. Sağ olsun, var olsunlar. Təşəkkür edirəm. Sağ ol Bakı 2025 çox sağ ol. Allah köməkləri olsun. Yaxşılarımız Allah var. Bəli. Bilirsən Füzuli, Ozan Bakı çox sağ ol. Ozan Bakı çox sağ ol qardaşım, çox sağ ol. Sağ ol, qadağalarım. Sənə bir şey çox sağ ol Ozan, cibində ol. Canın ağrımasın Füzuli. Bilirsən bu hədiyyə atılırsa onu yerində qeyd eləməliyik. Ozan çox sağ ol, bax dayanmır. Qardaşım bəyəkdən atır. Allah onun 1000 qat əvəzin versin. Bəli. Allah onun 1000 qat əvəzin versin. Bax görsən qardaş, o Füzuli bilən adamdır. Görsən 1000 dəfə əvəzin Allah deyir. onun 1000 qat əvəzin versin. Cibi dolu olsun. Allah onun ucuzsun çörəyin versin. Çox sağ olsun. Mənə kim dəstək olur, mənə kim kömək olur. Rəbbim Allah onun ucuzsun çörəyin versin. Belə deyirəm. Ozan çox sağ ol, cibində olasın. Bax mən sənə bir şey deyim Ozan, sənə qurban olsun bu qardaşın. Gör sənə nə deyir. Bax, söz ara qatmaq, kiminsə haqqında pis söz demək o qədər asandır. Bugünkü gündə bəziləri var da təbliğ edir ki, hə bunlar keyf üçün yığır pulu, bunlar heç nə edir. Allah şahidim olsun ki, bax bu Füzuliyə, gözələ atılan pul var ha. O nətər deyirlər, Allah da şahiddir ki, yəni o dərəcədə də imkanlı ailə deyirlər. Yəni o itkiyə getmir. Bax Allaha and olsun, istəsəm də istəməsəm də o baboşun canlısı çıxırdı adamın qabağına. Deməli Füzuli, hədiyyələr dayanmır. Tar gedir hədiyyələr. Hamısında kör deyil ha Füzuli. And ol, hamısında görür hədiyyələri. Tart atır da. Hədiyyə dayanmır da qardaş. Hamısında baboş görür. Allah haqqı elə bir dilin yorub, ağzın yorub bircə kəlmə demək istəmir ki, cibiz dolu olsun, sağ olun, hədiyyə atırsın. Onu belə demir. İndi o baboş, bu da Füzuli. Mən müqayisə eləmirəm. O baboş heç Füzuliyə ravn oğlan deyil. Baboşla Füzulini heç müqayisə eləmirəm. Amma göz bir də hədiyyə atır, 1000 dəfə təşəkkür edir bu qardaş. Bəli. Mənə kim yaxşılıq eləyir, mənə kim hörmət eləyir, mənə kim kömək eləyir, ömür boyu son nəfəsimə qədər heç kəsin yaxşılığını etmir. Həyatı boyu. Bəli. 5 dənə 9 işarəli profil. Çox sağ ol hədiyyən üçün. Çox sağ ol. Çox sağ olsun. Var olsun. Allah kömək olsun. Bax, burada bir nəfər yazıb, ay Füzuli, bax bizə dəqiqə qoy onu tapım. Çox sağ ol. 9. Çox sağ ol. Hədiyyən üçün çox. Bax, Murad Çələbiyev yazıb. Murad Çələbiyev. Çələbi məncə Seyidlər olan nəsillər. Çələbiyev, yəqin Çələbiyevsə Seyiddir. Murad, bu adam kartı ona görə qoyub ki, sosial durumu biraz zəifdir, maddi durumu zəifdir. 5-dən üstdən kimin gücü nəyə çatırsa kömək üçün. Yəni, ürəyindən qopan, üzümüzə də oruçluq gəlir. Sizə bu oruçluq ayına, üzümüzə gələn oruçluq ayına ant verirəm, dəstək olaq. Çox xahiş edirəm. Füzuli istəməli oğlandır, ürəkdir. Yəni, mənim qardaşım da deyənə tərifləmirəm. Həqiqətən, çox sağ ol. Üst-üstə toplasan ilə yaxındır da o verilişdədir. Bir dənə onun minusunu deyə bilməzlər ki, bu adam belədir. Yox. Nəyi olmasa da, yəni gözü tox oğlandır. Bəli. Allahın bu günə şükür eləyən adamam mən. Bəli. Yox, Mir bilirəm, Ceylan, o da Mir. Amma Çələbi də nəsə, Çələbilər Seyidlər nəslinə aiddir. İndi bugünkü gündə deyirlər ki, da yəni belə bəziləri. Amma mən bu ailəni tanımasam demərəm, həqiqətən ehtiyac var. Bax, and ola deyirəm ehtiyac var. Bizim ürəyimizə mən bələdəm, biz mərhəmətli millətiyik, mərhəmətli xalqıq.
Elnora, bəli, bəli. Mən çox xahiş edirəm. Artıq dərəcədə xahiş edirəm. Hədiyyə ilə dəstək olaq. Çox xahiş edirəm sizdən. Sağ olsunlar. Bu Allah ailə kömək üçün olsun. qapının bir ucu açılıbdır. İnşallah davamı da gələcək. Bəli, Pərvin, hamı da var, amma həqiqətən bu ailənin daha çox ehtiyacı var. Bax, Füzuli qardaşa bugünkü gündə dövlət tərəfindən aliment də kəsilib. Bunun özü də Allah yük eləməsin, yükdür. Bəli. Bu işdən qaçan oğlan deyil. Allah'ın Yox. olsun Füzuli işdən qaçan Yox, oğlan yox. deyil. Onun Füzulinin dolu gördüyü... Allaha. Lapatkanı götürüb əlimə dağı yararam. Lapatkanı götürüb kamaza qum yığaram. Daş yığaram. Yorulmaram. Həyatı boyu. Bəli, bəli. Heç Vallahi- vaxt. Var Mən da bu əllərim bax kötükdür. Kötük. Bəli. Bu işi bax bu əllərim şaqqalıyır. Bəli, indi mən Zerzen çox sağ ol qadam hədiyyə üçün. Sağ olun. Bax, Var. cibin dolasın az Zerzen. Deməli, Füzuli indi başqa mənada mənə başa düşmərsən də Füzuli. Füzulinin Hə. 39 yaşı var, görürsünüz yaşından biraz artıq görsənir. Niyə? Niyə mən niyəsini deyim? Ağır işdə işləməkdəndir. Mən adını çəkmirəm. O verilişdə bir nəfər var iştirakçı. Uzun müddətdir Hə. oradadır. Belə hədsiz dərəcədə pis mənada ictimailəşdi də. O anasına da hörmətsizlik elədi. Bildim. Onu neçə dənə işə göndərdilər, qayıtdı, gəldi ki, nə bilim, hərəsinə bir Ay, qulp sağ ol. qoydu. Mən onu istəmirəm, bunu istəmirəm, amma o Füzuli el oğlan deyil. Yox, yox. Sevinç 39'dur qadası. Yox. Çox xahiş And edirəm. olsun Allaha. Əmi oğlu, eşidirsən qurban sənə. Buyur Füzuli, buyur qadası. Dərzi 1 manata, dərzi 1 manata. Mən kətlərdə mən qamış biçib satırdım. Sapoğu giyirdim əlimə, çini götürürdüm əlimə, girirdim kanallara. Bir dənə də köhnə 24'üm vardı, üstünə bağac bağlamışdım da. Ona 100 dərs, 150 dərs qamış vururdum da. Dərzi 1 manata qamış biçib satırdım. Yəni mən belə deyək də, yəni mən daşdan da olsa, dəmirdən də olsa həmişə mən pul çıxartmışam. Çörək qazanmışam, Füzuli. çörək qazanmışam da, işdən də qorxmamışam. Prosta mənim yəni belə deyək də, haqqımı, əməyimi mən bitirdilər. Çörəyimi Füzuli, bitirdilər. indi deyir o olanla ölənə çarə yoxdur. Hər şey qoy nətər deyərlər, əziyyəti bitirən başının sədaqəsi olsun. Hər şeyi indidən sıfırdan başlayarsan indən belə. İnşallah işin də olacaq, onları miskal qazanarsan. Mən bir daha Allahın deyirəm. köməkliyi ilə. Bəli, mən bir daha deyirəm Füzuli. İş əziyyətli iş olanda adamı çox yorur. Adam, bax məsələn, bir şey deyəcəm sənə, sizdə bir iştirakçı var idi, Arzu, indi də var, tanıyırsan da o iştirakçını. Onun anası, Sona xanım, onu görmüsən də canlı yayımda zətdə, ya verilişə gələndə. Səncə onun neçə yaşı var? Arzunun mamasının. Hə, bax, təxmini də bax. Yox, təxmini, sən öz fikri verdi. Valla ən birinci dəfə mən o gördüm, efirə gələndə. Dedim, harcı yoxsa bunun 60 yaşı var. Ayşə, adam 70-ci il təvəllüddür, 55 yaşı var. Yaxşı. Allah hamd olsun, 55 yaşı var. Bunu mən lağ mənasında demirəm. Niyə heylə görsənir, qoy mən sənə deyim. O, deməli, mənlə canlıda danışıb mənə deyib də. Deməli, səhər saat sübh tezdən, o bir söz var, itlə qurt seçilməmiş, ala qaranlıqdır. Saat 5'də bu adam durur, 5'də. Nə qədər kəndin içinə piyada yol gedir asfaltda, gözləyir asfaltda. Oradan bunu götürürlər, gedirlər şeyə də, bu işlədiyi yerə. Neçə kilometr yolu da süpürür. Neçə kilometr yol, tozun, torpağın qabağında süpürür. Görürük də yol süpürənlər. Axşam bir də saat, axşam üstü 4'ə 5'ə gəlir çatır evə. O nəyi demək istəyirəm? 55 yaşında qadın var ki, baxarsan kuklaya oxşuyur da, yəni cavan qalıb. Niyə? Əziyyət görməyib. Bax, həmin o Sona xanım o əziyyətli işdə işləməkdən elə yaşlı göstərir. Yəni, sözümü haşiyə çıxdım, yəni sözümü nəyə gətir? Ruçkalarında, abirçovka, onlarda nikkel olur, o birisilərdə qara olur. Ondan sonra şit görsən, qaz 24'də şit düz gedir, düppədüz. O şeylər kimi, 21'lər kimi. Amma qaz onlarda hündür şit olur, o qaz 31-29'lar var, onlarda şit olur. Amma nəticə etibarıyla ikisi də eyni dözümlü maşındır. 15 sürdüm.
Kimsə hədiyyə atdı ki, Füzuli. Çox sağ olsun. Çox sağ olsun. Hər kimsəsə Allah cibin onun dolu olsun. əvəzini versin. Bəli, Allah qeyd elə müqəddəs adımı versin. xahiş edirəm. Cibin dolu olsun hədiyyəyə görə. Allah köməyiniz olsun. Sağ olun. Baxın, bugünkü gündə ola bilər kimsə heç nə eləmək istəmir, o bəzi mənfi insanların sözündən sonra. Yəni əlimi Qurana basıram ki, o insanlar yalan. Sam 555 çox sağ hədiyyən üçün cibin dolu olsun. Allah əvəzini versin. Çox sağ olun. Cibin dolu olsun. Amma mən sizə əminliklə deyirəm, and dola ara qatmaq üçündür. Bax, bunu mən insan öz canının əziz nə var? Canıma and içirəm ki, bu ailənin ehtiyacı var köməyə, dəstəyə. Bəli, var. Yəni heç o pulu atmasan